Tələsmək təbii ki, insanın fəaliyyəti zamanı baş verən hallardan biridir. Çünki bizim fəaliyyətimiz qarşımıza qoyduğumuz hər hansı bir məqsədə və hədəfə doğru addımlamağımızdır. Təbii ki, hər bir məqsədə və hədəfə çatmağımız üçün bizim müəyyən şərtlərə, müəyyən qaydalara əməl etməyimiz gərəkir. Həmən şərtlərə, həmən qaydalara əməl etmək də müəyyən bir zaman tələb edir, müəyyən bir vaxt alır, müəyyən bir enerji alır. Amma insan bəzən bu şərtlərə və bu qaydalara əməl etmədən dərhal nəticənin hasil olmasını istəyir və bu da insanda tələskənlik yaradır. Yəni, əslində tələsməyimiz bizim fəaliyyət prosesinin özünü yox, nəticəni ələ gətirməyimiz üçün çalışmağımız mənasındadır. Yəni, bir növ meyvə yetişmədən öncə biz meyvəni yemək istəyirik. Halbuki bir meyvənin yetişməsi üçün lazım olan rəngini, lazım olan dadını və qoxusunu alması üçün müəyyən bir zamana ehtiyac var, müəyyən bir şəraitə ehtiyac var. Həmin şərait və həmən zaman çərçivəsində bir meyvə yetişir. Bizim fəaliyyətimizin nəticələri də bu cürdür. Hər bir fəaliyyətimiz müəyyən addımlara, müəyyən məqsədlərə və müəyyən şərtlərə əsaslanaraq nəticə verməlidir. İnsan tələsən zaman onun mənfi təbii ki, təsirlərini də alır. Tələskənliyin mənfi təsirləri insanın motivasiyadan düşməsinə səbəb olur. İnsanın uduzmasına səbəb olur. İnsanın enerjisinin boşa tükənməsinə səbəb olur və nəhayətdə insanın istədiyi nəticəni almamasına gətirib çıxaran mənfi davranış və fəaliyyət hallarından biridir insanın tələsməsi.